Bir zamanlar uşaqlar ancaq küçədə oynayardı. İndi isə onlar rəqəmsal aləmdə böyüyür. X nəsli vərəqləri çevirib oxuyurdu. Y nəsli PDF-lərə keçdi. Z nəsli isə videolarla öyrənir. Alfa nəsli isə süni intellektlə əlaqə qurur. Beta nəslinin isə nə edəcəyi bilinmir. Psixoloq Narınc Rüstəmova deyir ki, müraciətlərin bir çoxu nəsil toqquşması ilə bağlıdır. Nəsillər arası fərq daha çox sosial mühit və texnologiyanın inkişafı ilə bağlıdır. 65-dən bu yananı götürsək, X nəsli adlanır ki, bunlar hələ ki texnologiyanın çox tanış olmayıblar. Yeni tanışlıq ərəfəsidir və 80-ci illərə qədər bu dövrə əhatə edir. Bu insanlar çox da yeniliyə açıq olan insanlar olmurlar. Ünsiyyət zamanı da daha çox konkret və özünə qapalı olurlar. 80-dən bu yana isə Y nəsli deyirik ki, bu nəslə 80-ci ildən 96-cı ilə qədər əhatə edir. Artıq yavaş-yavaş texnologiyanın tanış olduğu bir dövrdür. Bu insanlar daha çox yeniliyi sevirlər. Əvvəlki illə müqayisədə ona görə nəsillər bir-birini bəyənmir. Evdə valideynlərlə uşaqlar arasında konflikt yarana bilir. Son illərin Z və alfa nəsilləri isə tamamilə fərqlidir. 97-lər artıq 2012-ci ilə qədər Z nəsli adlandırılır ki, bu nəsil tamamilə texnologiyanın iç-içədir. Bu nəsildən bizə müraciət edən insanlarda diqqət zəifliyi müşahidə edirik. Z nəsli uşaqları dərs oxumaqla da bağlı problemlər buna görə yaşayırlar. 2025-ə qədər ki olan nəsildə isə bu problemləri daha az görürük. Bunlar isə tamamilə insanlarla ünsiyyəti heç sevməyən nəsildir. Daha çox unreal, yəni dediyimiz qeyri-verbal, daha çox texnologiya üzərində maraqları olduğu üçün normal ünsiyyəti, insanlarla iç-içə olmağı heç sevmirlər. Psixoloq qeyd edir ki, beta nəsli hələ tam formalaşmayıb. Bu səbəbdən xüsusiyyətləri də dəqiq deyil. Amma bu nəsil üçün virtual dünya əsas platforma olacaq və süni intellektin qərar verəcəyi dövrdə böyüyəcəklər. Bu fərqli dövr əvvəlki nəsillərlə ziddiyyətləri qaçılmaz edəcək. İlhamə Kələyeva, Səbuhi Mustafayev, Xəbər Ertəsi.